Salam əziz dinləyicilər. Bugünkü dərin təhlilimizə xoş gəlmisiniz. Təsəvvür edin ki, yenidən məktəb illərindəsiniz. Lövhənin önündə dayanmısınız, bütün sinif, müəllim sizə baxır və sizə çətin bir tarix və ya riyaziyyat sualı verirlər. Siz də heç gözünüzü belə qırpmadan dərhal o əzbərlədiyiniz cavabı səsləndirirsiniz. Və təbii ki, sinifdə bir anlıq səssizlik yaranır, ardınca da təqdir dolu baxışlar. Sistem sizə dərhal o an əlaçı möhrünü vurur. Elədir ki, var. Və siz illərlə, bəlkə də bütün həyatınız boyu elə bilirsiniz ki, ağıllı olmaq, intellektual olmaq elə məhz budur. Yəni, bütün suallara dərhal heç düşünmədən hazır cavablar vermək bacarığı. Bəli, yəni bu çox tanıdış, az qala hər birimizin keçdiyi bir yoldur. Cəmiyyət olaraq biz illərlə intellekti sadəcə böyük bir informasiya anbarı kimi qəbul etmişik. Aha. Kimin beynində daha çox məlumat varsa, kim o məlumatı bir saniyə belə gecikmədən mexaniki şəkildə geri qaytara bilirsə, ən zəkalı insan o hesab edilib. Çünki, düzü, bu ölçülməsi ən asan olan meyardır. Amma gəlin indiki reallığa, bugünkü günə qaydaq. Günlərin bir günü, lap elə bugün. Otağınıza keçirsiniz, smartfonunuzu və ya kompüterinizi açırsınız. Sizin o 11 il məktəbdə, üstəgəl 4 il universitetdə əzbərlədiyiniz, o böyük fəxrlə daşıdığınız mükəmməl cavablar bankını, hər hansı bir süni intellekt proqramı saniyənin mində biri qədər qısa müddətdə ekrana çıxarır. Özü də heç bir qrammatik və ya məntiqi səhv etmədən. Bax, o an insanın o bütün əlaçı sehri darmadağın olur. Sən deməm, beynini bir növ sərt disk kimi, yəni sadəcə bir hard drive kimi işlətmisən və indi sənin beynin rəqabətə tab gətirə bilməyən köhnə bir arxivdən başqa bir şey deyil. Baxın, bizim bugünkü müzakirəmizin əsas missiyası da məhz bu böyük toqquşmanı araşdırmaqdır. Və bugün masamızda doçent İlham Əhmədovun olduqca kəskin, yəni adamı biraz narahat edən, amma mütləq üzləşməli olduğumuz çox dərin fikirləri var. Düzdür, o öz məqaləsində süni intellektin yüksəlişini, bizim mövcud təhsil sistemimizin bu reallığa necə uduzduğunu və yaxınlaşan o post-neft dövründə bizi nələrin gözlədiyini çox detallı təhlil edir. Amma biz burada sadəcə quru xəbər oxumayacağıq. Əlbəttə yox. Biz birlikdə bu böyük texnoloji xaosun içində fərd olaraq siz, mən, necə ayaqda qalacağımızı, gələcəyin rəqabətində əsas silahımızın nə olacağını tapmağa çalışacağıq. Və elə buradan da ilk böyük aha anına keçmək istəyirəm. Buyurun. Cavabları bilməyimiz yox, məhz sual vermək bacarığımızdır. Aha, bax, bu çox həlledici bir nöqtədir. Müəllif də xüsusilə vurğuluyur ki, sual vermək sadəcə informasiya almaq üçün istifadə edilən bəsit bir vasitə deyil. O, birbaşa tənqidi təfəkkürün mühərrikidir. Yəni, sual yoxdursa, idrak prosesi o dəqiqə dayanır. Bir dəqiqə, Diyan, burada mən sənə biraz etiraz etməliyəm, çünki bu məqam mənə biraz necə deyərlər, paradoksal gəlir. Gəlin indi bir anlıq şeytanın vəkili rolunda çıxış edim. Gəlin. Əgər mənim cibimdəki bu balaca telefon Madaqaskarın ümumi daxili məhsulundan tutmuş, kvant fizikasının ən mürəkkəb tənliklərinə qədər hər şeyi bilirsə, mənim sual verməyimə nəyə ehtiyac var axı? Bütün cavablar barmaqlarımın ucundadırsa, bu onsuz da məni daha güclü etmirmi? Niyə mən dayanmadan hər şeyi sorğulamalıyam? Sizin bu etirazınız əslində bugün milyonlarla insanın inandığı ən böyük illüziyalardan biridir. Yəni, insanlara elə gəlir ki, informasiyaya asan çıxış olması elə zəkanın özüdür. Amma gəlin baxaq görək proses arxa planda necə işləyir. Necə işləyir? Süni intellektin bu böyük dil modelləri, yəni LLM-lər, əslində sadəcə olaraq əvvəlki sözə əsaslanaraq növbəti sözün gəlmə ehtimalını hesablayırlar. Milyardlarla məlumatı emal edir və aralarındakı riyazi əlaqələri tapırlar. Amma süni intellektin heç vaxt etmədiyi bir şey var. O, səhər yuxudan oyanıb, görəsən niyə bugün Madaqaskarın iqtisadiyyatı gerilir deyə öz-özünə düşünmür. Yəni, daxili bir motivasiyası yoxdur. Düzdür, onun daxili bir marağı, o konteksti yaratmaq ehtiyacı yoxdur. O, yalnız və yalnız siz ona bir sual, bir növ tapşırıq verdiyiniz zaman işə düşür. Aha, başa düşdüm. Yəni, mən bu möhtəşəm texnologiyanı masamın üstündə duran dünyanın ən nəhəng ensiklopediyası kimi təsəvvür edə bilərəm. Kainatın bütün sirləri o qalın kitabın içindədir. Tamamilə doğrudur. Və siz ona yaxınlaşıb tam olaraq nəyi axtardığınızı sormayana qədər o sadəcə rəfdə tozlanan ağır, mənasız bir əşyadır. Yəni, mən doğru sualı formalaşdıra bilmirəmsə, o böyük gücün mənə heç bir faydası toxunmur. Məhz belədir. Sual olmayan yerdə sadəcə mövcud vəziyyətlə barışmaq var. Baxın,
Hazır cavablar bizi passivləşdirir. Bir şeyin cavabını dərhal alırsınızsa, beyninizdə o informasiyanı təhlil etmək, başqa cür necə ola bilərdi deyə düşünmək ehtiyacı ümumiyyətlə yaranmır. Çünki beyin enerjiyə qənaət etməyi sevir. Təbii ki, rəqəmsal iqtisadiyyatda da ən böyük rəqabət üstünlüyü ən güclü serverlərə sahib olmaq deyil. O böyük proqramlara düzgün, iti və bəzən də qeyri-standart suallar verə bilən yaradıcı insan kapitalına sahib olmaqdır. Çünki maşınlar nizam-intizam yaradır, qanun uyğunluq tapır. İnsan isə öz sualları ilə xaos yaradıb, o xaosdan yeni bir innovasiya çıxarır. Bax, bu dediklərin çox məntiqlidir, amma biraz da adamın ürəyini üşüdür. Çünki əgər bizim yeganə çıxış yolumuz o süni intellektə qalib gəlmək şansımız, müstəqil düşünmək və düzgün suallar verməkdirsə, gəlin indi bir təhsil sistemimizə baxaq. Mənbəmizdə qeyd edilən o reallıq mənzərəsi sadəcə məyus edici deyil, bu bir həyəcan təbilidir. Çox ağır bir mənzərədir. Bəli. Müəllif qeyd edir ki, biz gələcək nəslə hazırladığımızı iddia edirik. Amma reallıqda uşaqları məhz maşınların onsuz da bizi üstələdiyi bir sahədə, yəni mexaniki yaddaş sahəsində yarışmağa məcbur edirik. Uşaqlara məktəbdə niyə belədir demək yox, sadəcə 4 variant arasından A, B, C, D variantlarını tapmağı öyrədirik. Və bunun nəticəsində çox, belə deyək, təhlükəli bir insan tipi yaranır. Məqalədə çox sarsıdıcı bir termin işlədilir. Müəllif buna biyorobotlar deyir. Biyorobotlar. Düzü, bu ifadə mənə daha çox o ucuz büdcəli fantastika filmlərini xatırlatdı. Səslənişi bəlkə də elədi, amma arxasındakı reallıq çox ciddidir. Biyorobot dediyimiz şey ətdən və sümükdən ibarət olan, lakin sırf bir proqram kimi ancaq ona verilən komandaları icra edən bir insandır. Yəni, kənara çıxma etməyən, heç nəyi sorğulamayan insan. Təsəvvür edin ki, hər gün beyninizi kompüter kimi işləməyə məcbur edirsiniz. Bəli. Təhsil sistemi uşağı 11 il ərzində hər gün bir parta arxasında oturdur və onu öyrədir ki, bax, hər bir problemin yalnız bir doğru cavabı var və o cavab da ya dərsliyin arxasındadır, ya da müəllimin beynindədir. Sənin işin sadəcə o cavabı tapmaq və testdə işarələməkdir. Aha. Bax, bu proses uşağın beynini bir düşüncə orqanı olmaqdan çıxarır, onu sadəcə bir təlimat icraçısına, biyorobota çevirir. Amma yenə də sənə etiraz edəcəm. Bir anlıq gəlin dinləyicilərimizin, o bizi dinləyən valideynlərin, tələbələrin yerinə düşünək. Axı, əzbərləmək nələrisə mexaniki yadda saxlamaq öyrənmənin elə təməli deyilmi? Necə yəni? İlləri bilməsəm, o hadisələri necə tənqidi təhlil edəcəm. Bəlkə bu mexaniki yaddaş elə o inkişafın özüdür. Biz bəlkə uşaqlarımızı mexaniki əməliyyatlarda yarışdıraraq, əslində onları gücləndiririk. Yoxsa bu əvvəlcədən uduzulmuş bir döyüşdür? Sizin bu sualınız çox vacib bir məqamı aydınlaşdırmağa kömək edir. Baxın, heç kim demir ki, fundamental biliklər lazımsızdır. Vurma cədvəlini əlbəttə ki, bilməlisiniz. Amma problem ondadır ki, bizim sistem bu mexaniki əzbərçiliyi təməl yox, tavan kimi qəbul edir. Tavan kimi. Bəli, yəni biz binanın təməlini atırıq, amma üstündə heç nə tikmirik. Uşaq vurma cədvəlini su kimi bilir, amma o, riyaziyyatın real həyatda, məsələn bir biznes plan qurarkən və ya şəxsi büdcəsini idarə edərkən necə tətbiq olunacağını bilmir. Biyorobot olmaq məhz budur. Aydındır. Süni intellekt onsuz da standartlaşdırılmış, qaydaları müəyyən edilmiş hər bir oyunda bizi məğlub edəcək. Şahmatı düşünün. Maşın milyonlarla gedişə əzbər bilir. Bəs insanın gücü nədədir? İnsanın gücü yəqin ki, o şahmat taxtasından kənara çıxa bilməsindədir. Məhz, insanın gücü o şahmat taxtasını aşırıb, bəlkə biz tamamilə başqa bir oyun oynamalıyıq deyə bilməsindədir. Test mərkəzli təhsil isə bizə o taxtadan kənara çıxmağı sadəcə qadağan edir. Yəni bir növ biz uşaqları süni intellektin onsuz da dünya çempionu olduğu bir ringə, yəni xatirə və məlumat saxlama yarışına buraxırıq və təbii ki, onlar hələ ringə çıxmamışdan əvvəl o döyüşü uduzublar. Çünki maşın yorulmur, maşın unutmur. Elədir. Bəs onda məntiqi bir sual yaranır. Problemin nə qədər dərin olduğunu əslində hamımız görürük. Hər kəs valideynlərdə, müəllimlərdə bu əzbərçi sistemdən şikayətçidir. Bəs niyə biz illərdir bunu dəyişə bilmirik? Niyə bu tənqidi təfəkkür məsələsi kurikulumlarda, rəsmi sənədlərdə sadəcə bəzəkli sözlər olaraq qalır? Bax, mənbəmiz burada məsələnin çox dərin
psixoloji və bəlkə də idarə etməklə bağlı olan qaranlıq bir tərəfinə işıq salır. Müəllif iddia edir ki, tənqidi təfəkkür, çoxlu sual vermək bacarığı əslində cəmiyyət və sistem tərəfindən çox da sevilmir. O, bir çox hallarda sistem üçün, o cümlədən təhsili idarə edən qurumlar üçün bir risk kimi qəbul edilir. Yəni, idarə etmə aparatı azad düşüncədən qorxur. Təbii ki, baxın, mən burada bir haşiyə çıxım, biz burada kimisə siyasi olaraq mühakimə etməyi yaxud hər hansı quruma qarşı mövqe tutmaq fikrində deyilik. Biz sadəcə olaraq tərəfsiz şəkildə mənbədəki müəllifin fikirlərini və təhlilini çatdırırıq. Əlbəttə, bu sadəcə müəllifin analizidir. Amma gəlin razılaşaq ki, bu fikirlə siyasi müstəvidə razılaşıb-razılaşmamağınızdan asılı olmayaraq, insan psixologiyası baxımından bu tamamilə anlaşılandı. Təsəvvür edin, sinifdə 30 uşaq var və sən yorğun bir müəllimsən. Hansı sinifi idarə etmək sənin üçün daha rahatdır? Səssizcə oturub testləri işləyən, hər dediyini təsdiqləyən uşaqları? Yoxsa hər cümləndə, amma müəllim, niyə belədir? Bəlkə kitab səhv yazır, deyib səni küncə sıxışdıranlar. Ay sağ ol, tam olaraq budur. Sual verən insanı idarə etmək çətindir. Elədir ki, var. İdarə etmənin qısa müddətli rahatlığı hər zaman cazibədar görünür. Bu təkcə məktəbdə deyil axı. Bir korporativ mühiti, bir şirkəti düşünün. Müdirlər adətən səssizcə verilən işi görən işçini, yaxşı işçi, prosesləri sorğulayan, biz niyə bu işi bu cür edirik deyən işçini isə problem yaradan kimi etiketləyirlər. Çox doğru. Təhsil idarəçiləri üçün də itaətkar, standart imtahanlardan asanlıqla keçib yaxşı, rəqəmsal statistika verən kütlə çox daha sərfəlidir. Formallıq xatirinə edilən kosmetik islahatlar hər kəsi qane edir. Amma tənqidi düşünən insan daim narahatlıq mənbəyidir, diskomfort yaradır. Mən bunu həmişə çox qəribə bir avtomobil analogiyasına bənzədirəm. Təsəvvür edin ki, çox böyük bir məbləğ ödəyib... Çox bahalı, möhtəşəm mühərriki olan bir idman avtomobili almısınız. Bəli. Biz gedib dövlət büdcəsi ilə, o böyük neft pulları ilə ən son model idman avtomobilini, yəni müasir təhsil binalarını, ağıllı lövhələri alırıq. Amma sükan arxasında o maşını idarə etməkdən, qəza törətməkdən o qədər qorxuruq ki... Qorxuruq deyə o möhtəşəm avtomobili sadəcə saatda 20 km sürətlə sürməyə üstünlük veririk. Bəli, yəni bu sürətlə biz heç vaxt qəza etməyəcəyik, görünüşdə heç bir risk yoxdur. Amma mənzil başına da heç vaxtında çata bilməyəcəyik axı. Dünyadakı bütün digər maşınlar, yəni o innovasiya yarışında olan digər ölkələr, bizim yanımızdan saatda 200 ilə keçib gedəndə, biz hələ də o təhlükəsiz 20 km sürətimizlə fəxr edəcəyik. Sual verən insanı idarə etmək çətindir, bunu qəbul etdik. Bəs yalnız itaət etməyi öyrənmiş bir nəsil bizi o qlobal rəqabətdə necə təmsil edəcək? Təmsil edə bilməyəcək və burada məqalənin bəlkə də ən kritik, ən qorxunc xəbərdarlığı dövriyəyə girir. Bu xəbərdarlıq sadəcə təhsil sisteminin problemi deyil. O, bütövlükdə bir xalqın, bir dövlətin gələcək iqtisadi müstəqilliyi ilə bağlıdır. Post-neft dövründən danışırıq, eləmi? Məhz. Mənbəmiz xatırladır ki, biz hazırda çox həssas bir keçid dövründəyik. Bu, neft və qaz ehtiyatlarının sürətlə tükəndiyi post-neft adlandırdığımız bir eradır. Və bu, sadəcə müəllifin fərziyyəsi deyil, ölkə rəhbərliyi tərəfindən də dəfələrlə dilə gətirilmiş bir reallıqdır. Neft qurtaracaq və cəmiyyət o dövrə mütləq hazırlıqlı olmalıdır. Post-neft dövrü. Yəni, torpağın altında çıxarıb satacaq heç nəyimiz qalmayanda, iqtisadiyyatı ayaqda tutacaq yeganə sərvətimiz torpağın üstündə gəzən insan kapitalı olacaq. Tamamilə. Dəhşətlisi bilirsən nədir? Müəllif ötən illərdə həyata keçirilmiş böyük dövlət proqramlarından, məsələn, Elektron Azərbaycan, Azərbaycan 2020 kimi nəhəng büdcəli layihələrdən danışır. O layihələrə milyonlarla vəsait ayrıldı, amma pulların böyük hissəsi insan zəkasının inkişafına deyil, gedib xaricdən ən bahalı hardverin, yəni serverlərin, avadanlıqların alınmasına xərcləndi. Yəni biz son 20 ili hardver almağa sərf etmişiksə, gələcəkdə kənardan gətirilən rəqəmsal platformalar bizi xilas edə bilərmi? Təbii ki, yox. Çünki avadanlığı almaq asandır. Pulu verirsən, gətirib qururlar və sən vizual olaraq inkişaf etmiş görünürsən. Amma insan kapitalını yetişdirmək illər alır və ciddi təfəkkür dəyişikliyi tələb edir. Bu bilirsən nəyə bənzəyir? Sanki şəhərin mərkəzində çox böyük bir restoran açırsan.
Milyonlar töküb dünyanın ən ağıllı sobalarını, ən son texnologiya soyuducularını almısan mətbəxə, hər şey parlayır. Aha, Amma axşam restoranın qapılarını açanda başa düşürsən ki, içəridə adi bir yumurta bişirməyi bacaran bircə dənə də aşpazın yoxdur. O ağıllı sobalar sənin üçün öz başına yemək bişirəcəkmi? çox dəqiq bir mənzərədir. Süni intellekt və texnologiyada məhz o sobalar kimidir. Əgər siz 20 il ərzində ancaq o dəmiri almısınızsa, amma ona komanda verəcək insan zəkasını, yəni softveri inkişaf etdirməmisinizsə, o avadanlıqlar heç bir dəyər yaratmayacaq. Və bir müddət sonra o sobalar sadəcə paslanacaq. Bəli. Və daha da acınacaqlısı odur ki, post-neft dövründə, yəni büdcəmizin azaldığı bir vaxtda biz məcbur olub xaricdən başqalarının yaratdığı süni intellekt platformalarını çox baha qiymətə satın alacağıq. Özümüz yarada bilmədiyimiz üçün. Bəli, və bu sadəcə iqtisadi geriliyi deyil, bu həm də əqli asıllıqdır. Yəni bir növ texnoloji müstəmləkəçilikdir. Siz öz daxilinizdən innovasiya çıxara bilmirsiniz, çünki biyorobotlardan ibarət bir cəmiyyətiniz var. Onlar sadəcə başqalarının qurduğu sistemlərdə bəsit istifadəçi ola bilərlər. Bax, bu artıq həqiqətən təhlükəli bir ssenaridir. Söhbət sadəcə hansısa qlobal reytinqlərdə geridə qalmaqdan getmir. Söhbət iqtisadiyyatın çöküşündən bütöv bir cəmiyyət kimi gələcəkdə ayaqda qala bilməməyimizdən gedir. Biz o neftin yaratdığı rifah pərdəsinin arxasından necə böyük bir intellektual boşluq yaratdığımızın fərqində belə olmamışıq. Amma mən bütün bu dərin təhlili sadəcə xorxu və ümidsizlik üzərində bitirmək istəmirəm. Çünki mənbəyimizdə hər şeyin tamamilə itirilmədiyinə dair də kiçik bir pəncərə var, düzdür? Bəli. Vəziyyət nə qədər kritik olsa da, məqalə qeyd edir ki, hələ ki tam gecikməmişik. Məsələ ondadır ki, ölkəyə müəyyən miqdarda neft-qaz gəlirləri hələ də daxil olur. Bizim sadəcə çox qısa bir zaman pəncərəmiz qalıb. Müəllifin mesajı aydındır. Biz bu sonuncu şansımızı yenidən binalara, fasadlara xərcləməməliyik. Bəs nəyə xərcləməliyik? Bütün resurslar dərhal təhsilin məzmununun dəyişdirilməsinə, şagirdlərdə o tənqidi təfəkkürün formalaşdırılmasına və o sual vermə mədəniyyətinin qurulmasına yönəldilməlidir. Yoxsa gələcək nəsillər bizi doğrudan da bağışlamayacaq. O gələcək nəsillərlə bağlı məqalənin sonunda elə bir ifadə var ki, İnanın, insan onu oxuyanda istər-istəməz o məsuliyyətin bütün ağırlığını öz çiyinlərində hiss edir. Müəllif deyir ki, əgər biz bugün gənclərimizə doğru sual verməyi öyrətməsək də, heç narahat olmayın, illər sonra o iqtisadi daralma illərində o gələcək nəsillər özləri dönüb bizə çox ağır bir sual verəcəklər. Çox ağır bir sual. Onlar deyəcəklər ki, sizin neftiniz vardı, sizin bol zamanınız vardı, bəs niyə bu fürsəti məhv edib düşünən insan, yaradıcı gənclik yetişdirmədiniz? Bəli, yəni bu təksib edilməz sualın ağırlığı sadəcə hansısa məmurun yox, bütün cəmiyyətin, valideynlərin, hər birimizin boynunda olacaq. Bu tarixi sual əslində bizim bütün bugünkü söhbətimizin əsas xülasəsidir. Əgər biz bu məsuliyyəti bugün dərk etmiriksə, innovasiya iqtisadiyyatından danışmağımız sadəcə özümüzü aldatmaqdır. Baxın, əgər siz bir valideynsinizsə və uşağınız sizə 5-ci dəfə yorucu niyə sualını verirsə, onu susturmayın. Bəli, onu çox danışma, get dərsini əzbərlə deyə susturmayın. Çünki siz o uşağı gələcəkdə biyorobot olmağa məhkum edirsiniz. Əgər tələbəsinizsə və bütün məqsədiniz imtahandan yüksək bal toplamaqdırsa, bilin ki, o yüksək bal sizi süni intellektin rəqabətindən qorumayacaq. Sizi qoruyacaq tək şey o balın arxasındakı düşünmə tərzinizdir. Düşünmə tərzi və doğru suallar. Baxın, bu dərin təhlildə biz süni intellektin o soyuq hesablamalarından çıxdıq, məktəblərimizdəki əzbərçiliyin təhlükələrini və idarəetmənin azad düşüncədən niyə qorxduğunu birlikdə gördük. Ən əsası isə neft bitəndən sonra bizi gözləyən o kəskin dönüşə necə hazırlaşmalı olduğumuzu anlamağa çalışdıq. Ümid edirəm ki, dinləyicilərimiz üçün də faydalı bir mənzərə yarada bildik. Mütləq. Əgər doğrudan da hər şeyi bizdən milyon dəfə sürətli bilən o maşınların dövründə bizim yeganə müdafiəmiz doğru suallar verə bilməkdirsə, o zaman mən sizdən bu müzakirə bitəndən dərhal sonra kiçik bir şey xahiş edirəm. Bir anlıq qulaqlıqlarınızı çıxarın, ətrafdakı səsi-küyü dayandırın və şəxsən özünüzdən soruşun. Nəyi soruşsunlar? Sizin öz karyeranız, övladınızın öyrənmə mühiti, gündəlik olaraq fərqinə varmadan qəbul etdiyiniz o vərdişlər barədə bugün ucadan verməli olduğunuz ən qorxulu, amma ən vacib sual hansıdır?
Çünki bəlkə də gələcəyinizi xilas edəcək innovasiya elə o kiçik, amma cəsarətli sualın içində gizlənib. Düşüncələrinizdə azad, axtarışlarınızda cəsarətli olmağınız diləyi ilə gələn müzakirələrimizdə görüşənə qədər.